Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Bugün sizinlə 7-ci sinif fizika iş dəftərindən düzxətli dəyişən sürətli hərəkət mövzusunun tapşırıqlarının izahını bölüşəcəm. Başlayaq. Birinci tapşırıqda cümləni tamamlamaqdır. Tərif verilib. Düzxətli hərəkət edən cisim bərabər zaman aralıqlarında müxtəlif yollar qət edərsə, belə hərəkət düzxətli dəyişən sürətli hərəkət adlanır. Daha sonra keçək ikinci tapşırığa. 20 metr bölünsün saniyə sürətlə hərəkət edən avtobus dayanacığa yaxınlaşaraq sürətini azaltmağa başlayır. Sürətin qiymətləri cədvəldə verilib. Sürət zaman qrafikini qur. Qrafiki quraq. Deməli, bu sürət, bu da zaman olacaq. 0 saniyədə, yəni 0-cı saniyədə başlanğıc vəziyyətində 20 olub. Qeyd edək 20. Daha sonra 2 saniyə sonra sürət olub 15. Zaman 2 olanda sürət olub 15. Deməli, zaman 4 saniyə olanda sürətimiz olub 10. Yəni, gəlin quraq. 2 saniyədə 15. 4 saniyədə 10. 6 saniyədə isə sürət olub 5. İndi qrafikimiz bu şəkildə olacaq. Avtobus dayanacağa yaxınlaşdığı üçün sürəti getdikcə azalmış olacaq. Keçək 3-cü tapşırığa. 3-cü tapşırıqda deyilir ki, verilmiş sözlərdən istifadə edərək mətni tamamla. Qatarın hansı deməli, qatarda nə düz xətlə əyri xətlə ola bilər? Təbii ki, trayektoriya. Qatarın trayektoriyası düz xətli və ya əyri xətlə ola bilər. Qatar bərabər sürətlə hərəkət etdikdə onun sürəti sabit qalır. Qatarın sürətini getdiyi yolu zamana bölməklə tapmaq olar. Keçək 4-cü tapşırığa. 4-cü tapşırıqda deyilir ki, işıqforda dayanmış avtomobil yaşıl işıq yandıqda hərəkətə başlayır və növbəti işıqfora yaxınlaşdıqda yenidən qırmızı işıq yanır. Doğru ifadəni seç. Birdə deyilir ki, birinci işıqfordan sonra sürəti azalır. Xeyr, birinci işıqfordan sonra əksinə sürəti artır. Yaşıl işıq yandığına görə avtomobil hərəkətə gəlir və sürətini artırır. Bu səhvdir. İkinci tapşırıqda deyilir ki, ikinci işıqfora yaxınlaşdıqda sürəti azalır. Bəli, sürəti azalacaq çünki qırmızı işıq yanır və o dayanmağa çalışır. 2, düz olan 2. 3-də deyilir ki, birinci işıqfordan sonra sürəti artır. Bəli, artır. 3, düzdür. 4-də deyilir, ikinci işıqfora yaxınlaşdıqda sürəti artır. Xeyr, ikinci işıqfora yaxınlaşdıqda sürəti azalmış olacaq. Deməli, cavabımız oldu 2, 3. 5-ci tapşırığa keçək. 5-ci tapşırıqda deyilir ki, dəyişən sürətli hərəkətə aid 4 nümunə göstər. Gəlin göstərir. Birinci nümunəni nə yaza bilərik? Məsələn, sükunətdən hərəkətə başlayan avtobus. Sükunət halından başlayır. Əvvəlcə sürəti 0 olur. Daha sonra sürətini artırır. Yəni, bu düz xətli dəyişən sürətlə hərəkət edir. Daha sonra işıqfora yaxınlaşan avtomobil, elə yuxarıdakı tapşırıqda deyildiyi kimi, işıqfora yaxınlaşan avtomobil sürətini getdikcə azaldır. Burada dəyişən sürətlə hərəkət olur. Daha sonra, məsələn, belə bir nümunə göstərə bilər üçüncüsünə. Əlimizdə olan kürəni, əlimizdə yox, məsələn, stolun üstündə kürə var. Biz onu əlimizdə qüvvə ilə təsir edib, onu itələyirik. Kürənin sürəti getdikcə artmış olacaq. Bu da dəyişən sürətli hərəkətə aid bir nümunədir. Daha sonra nümunə göstərə bilərik. Məsələn, elə işıqfordan hərəkətə başlayan avtomobil nümunə göstərək.